Salam şagirdlər, bu videoda yine Güvən 9-un sınaq 7-dən bütün testlərin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Baxaq uşaqlar sınaq 1-in, daha doğrusu sınaq 7-nin birinci sualına. 7-də 3 hissəsi 21 olan ədəd, yəni 21-i bölməliyik 7-də 3-ə. 21 vura tərs çevirsək 3-də 7 bərabərdir 49 edər. Sualımız B-dən. İkinci sualda isə deyir A ədədi B ədədinin 200%'dir. Deməli A B-dən 2 böyükdür. A bərabərdir 2B. Düzdürmü? Baxın diqqətlə. A deyir A ədədi B ədədinin 200%'dir. Düzdür? Mən buradan tapdım A bərabər 2B göstərəcəm indi. Burada alıram A böl B bərabərdir 2. Yəni A bərabərdir 2B. Baxın buradan aldım bunu. Ona görə A bərabər 2B yazdım. İndi bizə deyir ki, B ədədi A ədədinin. Onda mən B bölək A vuraq 100'ü tapmalıyam. B'miz ilə B'dir. A'nın əvəzinə yazıram 2B. Vururam 100'ə. B'lər gedir. 2'də B 100'ə vuranda nə eləyər? 50% edər. Cavabımız Y variantı olar. Üçüncü sualda isə bizə deyir. Şəkildəki düzbucaqlı tərəflərinə paralel xətlərlə kiçik düzbucaqlı bölünmüşdür. Rənglənmiş hissənin sahəsi çoxarlı şəklini göstərin. Biraz da böyüdək. Aha. Deməli, baxın uşaqlar, şəkil üzərində göstərəcəm bir başqa şəkil. Ya da kod çəkim deməsinlər ki, ay müəllim, başa düşmədik. Bu olsun düzbucağımız neçə? 1, 2, 3 hissəyə bölünüb. 1, 2, 3 hissəyə bölünüb. Buradan da bir dənə 2 yerə bölünüb. Bura x'tir deyir, burada 1'dir. Bunlar kvadratdır. Bu isə x'tir tərəf. Uşaqlar, bunun sahəsi nədir? Baxın, burada 1'dir, 1'dir, 1'dir. Burada x'tir, düzdürmü? Bir tərəfi x'tir, bir tərəfi 1'dir. Sahəsi nə olacaq? X. Bu da oldu x, bu da oldu x, bu da oldu. Bu tərəfdə x saxlanın. X vur x. Nə elədi? X kvadrat. Bunun sahələri. Bunun da 1, bunun da 1 sahəsi. Bunun da 1, bunun 2, 1 vur x elədi x. İndi bizə nə deyir? Bizə rənglənmiş hissənin sahəsini çoxarlı şəklini göstərir. Bunun üçündən başqa qalanlar rənglənib. Toplayıram. Bu x kvadratı üstə gəl bu x, üstə gəl bu x, üstə gəl x. Üstə gəl bir də bu rənglənib. Üstə x. Bu bizim oldu sahə. X kvadratı üstə gəl 4x. Cavabımız oldu D variantı. Bir də saniyə. Aha, D variantı, bəli. D. Uşaqlar, qeyd edim ki, səhvən mən 4-cü sual yazdım. 3-cü sualını yazdım. Üzrlü sayın. Bu 4-cü sual idi. 3-cü sualını yazdım. Mən niyə birdən-birə 2-dən 4'ə keçdim ki? Düzbucaqlı sütunun 30 dərəcə bucağı qarşısındakı katet. Çəkək düzbucaqlı sütunumuzu. Bu olsun 30 dərəcəli bucaq qarşısındakı deyir. Katet 12'dir. Bura 12'dir. Deməli bura nədir? 24'dir. Çünki hipotenuzun yarısı eləməlidir. Hipotenuzu çəkilmiş medianı tapın. Buradan bura çəkilmiş medianı soruşur. Uşaqlar, median qarşı tərəfi yarı bölür və qarşı tərəfin yarısına bərabərdir. Bütöv 24 isə bura 12, bura 12, 24'ün yarısı, yəni bura bərabərdir. 12 olar. Cavabımız olar B bəndi. 12 santimetr. 5 deməli 3, 4 yazmışdıq. Bu da 5'ə baxarıq. Bizə verib kökdə 8 ilə kökdə 18'in ədədinin tam hissəsini tapın. Uşaqlar, kökdə 8'i mən 2 kökdə 2 kimi, kökdə 18 isə 3 kökdə 2 kimi yazsam, toplasam, eləyəcək 5 kökdə 2 və kök işarəsi altına salsam o 5'i, bizə nəyi verər? Kök hətta 5'in kvadratı 25 vur 2 eləyər 50. Kökdə 50'ni bizə deyir tam hissəsini tapın. Kökdə 50, kökdə 49 ilə kökdə 64'ün arasında yerləşir. Düzdürmü? Kökdə 50 8 ilə 7'nin arasında yerləşir. Deməli kökdə 50 8'dən kiçik, 7'dən böyük. Yəni 7 tam neçədir? Düzdür? Tam hissəsi nədir? 7'dir. Cavabımız C variantı olar. 6-cı sualda isə bizə verib kvadrat tənli x kvadratı çıxaq 5x üstə gələk q bərabərdir 0. Kvadrat tənliyin köklərindən biri x1 bərabərdir 1
olarsa Q'nu tapın. Uşaqlar, Viet teoreminə görə x1 ilə x2-nin cəmi nədir? 5-dir. x1 ilə x2-nin hasili nədir? 2-dür. Verilən kvadrat tənliyə görə. x1-in 1 olduğunu nəzərə alsaq, yazıram 1-in üstünə x2 bərabər 5-dirsə, 1 vura x2-də bərabər 2 olmalı. Buradan x2-ni mən nə tapıram? Bunu 4. x2 4-sə burada yerinə qoysam 1 vur 4 bizə nəyə bərabər olur? 2-yə. Deməli 2-miz nə oldu? 4. Cavabımız D variantı. 7-ci sualda isə tənliklər sistemindən x-i tapın. Deyir 1 bölü x ilə 1 bölü y-in cəmi 6-da 5-dir. Və 2 bölü x ilə 3 bölü y-in cəmi isə 6-da 13-dür. Bizdən x-i soruşur. Baxaq uşaqlar. Bircə saniyə. Orta məxrəc nədir burada? X, y, x üstə gəl, y deyir nədir? 6-da 5-dir. Mən x üstə y 5, x, y 6 deyə bilərəm. Burada x, y 2x üstə 3y bərabərdir 6-da 13. Deməli, mən x ilə y-in cəmi 5, 2 burada da axı bərabərdirlər bunlar. Yəni, x, y 6-dır, 2x üstə 3y 13. 2x üstə 3y isə 13 deyə bilərəm. Düzdürmü? Mən burada nə tapıram? Bunun əvəzini yazıram 2x üstə 2y üstə bir də y. Burada da x üstə gəlir y-ə dəymirəm, 5 yazıram. Və bunun ikisindən 2-ni çıxarsam, x üstə gəlir y, bir də üstə y var da. Bu nədir? 13-dür. Diqqət edin. Burada x üstə y 5-dir. Gətirib burada yenə qoyuram. Alıram 2 vur 5, üstə gəlir y bərabər 13-dür. Burada y nə alıram? 13-dən 10 çıxanda qalar 3. Y 3-dürsə, gətirib bunda fərq yox. Yenə qoysam. Y burada 3-dürsə, burada x-ə nə qalır? 5 çıxal 3. X olur 2. Cavabımız C variantı olar. Deməli, nə yazıq biz? 7-ci sual yazıq. Keçirik 8-ə. Yox, cavabımız C yox, uşaqlar deyil. Axı 7-ci sualda D variantında 3-dür. 7-ci sualda D variantında 3 imiş. Cavabımız D imiş uşaqlar, üzrlə hesab edin. 8-də isə 8-də bizə deyir A və B ardıcıl tək ədədlər olarsa. Biri olsun A, biri olsun B. Ardıcıl tək ədədlər. Aha. Tutaq ki, biləcə də qalsın. Yəni uzatmayalım. 2 ilə falan yazmayalım. Bizə deyir əbobu tapın. Əbob A, B-ni tapın. Uşaqlar, biz bilirik ki, ardıcıl tək ədədlər. Misal üçün birini yazıram. 5 ilə 7. Əgər onların ortaq böləni yoxdursa, bunların əbobu nə eləyəcək? 1 edəcək. Uşaqlar, 1. Cavabımız A variantı olar. Daha sonra 9-da isə görək nə verir. Aha, deyir bərabər yanlı trapesiyadır. Çünki daxilində çevrə çəkilir, bax ona görə. Bir tane çevrə çəkək. Aha, təsvir edək ki, bu həmin trapesiyadır. ABC, burası deyil. Bizə deyir, daxilində çevrə çəkilmişdir. M, N, P, K toxunma nöqtələridir. Bura N'dir. Bura M'dir. Bura K, daha doğrusu P'dir. Bura isə K'dır. Bizə deyir ki, AM 8-dir. A-da nə? Bura 8. Onda bu da 8-dir. Deyəcəm səbəbi. Niyə? MB 2-dir. MB haradır? MB. Bura 2-dirsə, bunda bu da 2-dir. Çünki deyirdi ki, uşaqlar diqqət edin. Bu çevrədir. Çevrəyə 2 dənə toxunan çəkilirsə, həmin toxunanlar bir-birinə bərabər. Bu A-dırsa, bu da A-dır. İndi burada baxın, çevrəyə 2 dənə toxunan çəkilir. Bir budur, bir də budur da, düzdür. Hər iki toxunan bir-birinə bərabər.
Deməli bu 2-dir, bu da 2-dir, bu 8-dir. Sonra nə deyir? Olarsa trapesiyanın sahəsini tapın. Çevrənin toxunduğu yerdən yarı bölünüb də, düzdür? Burada, bura bərabərdir. Bu da 8-dir, bu da 8-dir. Bu da buna bərabərdir. Doğrudurmu? Bu 2-dirsə, bu da 2-dir. İndi bütün tərəfləri aldıq. Bizə nə lazımdır? Hündürlük. Hündürlük həm də həmin çevrənin diametridir. Bunu da bilirik. Hündürlüyü tapmaq lazımdır ki, biz neyniyək? Sahəmiz nə idi? Deyirdik ki, oturacaqların cəminin yarısı bıraq hündürlüyüdür. Oturacaqlarımız var. Biri 4-dür, digəri 16-dır. Onda sahəmiz olacaq 4 üstə gəl 16 bölə 2 vıraq. Bir də hündürlük lazım. İndi diqqət edin uşaqlar. Buradan mən həm çevrənin diametrini çəksəm, buradan bura BN məsafəsi 2-dir. Düzdür? Paralel götürsəm bura, bu da 2-dir. Bütöv bu 8 idi. Bura 2-dirsə bura qalır 6. Düzdürmü? Bu oturacaq bizə 6-dır. Bura nədir bəs? 10. Bu 10'un kvadratından mən bu 6'nın kvadratını çıxsam, mən h-ı taparam. H-ın kvadratı nəyə bərabər? 10'un kvadratı çıxaq 6'nın kvadratı. Deməli h-ın kvadratı deyəcək 100 çıxaq 36, yəni 64. H bərabər olacaq 8-ə. Hündürlüyümüzü tapdıq 8. Vursam 8'ə nə edəcək? 10 burası 8 deyəcək 80 kvadrat santimetr. Cavabımız olacaq C variantı. Növbəti, yəni 10-cu suala baxsaq, deyir x kvadratı üstə gəl 2x üstə gəl 3 böyükdür 0 bərabərinə həllidir. Uşaqlar x kvadratı üstə gəl 2x üstə gəl 1 üstə gəl 2 kimi yazsam bunu. Burada x üstə gəl 1'in mötərisinin kvadratı üstə gəl 2 edir. Böyükdür. Bu kvadratın həmişə qiyməti 0-dan böyükdür və yaxud 0-a bərabərdir. Üstünə 2 gəldikdə 2-dən böyük olur. Deməli, x daxildir nəyə? Mənfi sonsuzluq, müsbət sonsuzluğa. Cavabımız olacaq Y variantı. 11-ci suala baxaq. Bucağın bir təpəsindəki daxili bucağı xarici bucağına bərabərdir. Bucağın bir təpəsindəki tək bu deyir xarici bucağına bərabərdir. Bu alfadirsə, bu da alfadir. Onda bura nədir? 90'dır. Çünki 90'dan 90'ın cəmi 180 olur da. Bura 90 dərəcəlik bucaq. Düz bucaq. Xarici bucağına bərabər. Bu üç bucağın növünü təyin edin. Düz bucaqlı üç bucaq. Cavabımız olaraq C variantı. Daha sonra 12'də isə deyir ki, qrafikə verilən funksiyanın qiymətlər çoxluğuna daxil olan tam ədədlərin cəmini tapın. Tam ədədlərin cəmini soruşur. Diqqət edin uşaqlar, şəklə zəhmət olmasa. Uşaqlar, verilən funksiyanın qiymətlər çoxluğu deyiləndə nə nəzərdə tutulur? Qiymətlər çoxluğu uşaqlar üzərində göstərirəm. Yalnız y oxunun aldığı ədədlər. Onu düşünün. Y oxunun. İndi y oxu mənfi, deməli, ən böyük qiyməti neçə alıb? 5 alıb. Ən kiçik qiyməti alıb mənfi 2. İndi bu aralığa daxil olan tam ədədlərin cəmini. Tam ədədlər hansılardır? Mənfi 2 üstə gəl, mənfi 1 üstə gəl 0 üstə gəl 1 üstə 2 üstə 3 üstə 4 üstə 5. Bunun cəmini soruşur. Mənfi 2 ilə müsbət 2 cəmi 0. Mənfi 1 ilə müsbət 1-in cəmi 0. Bu 0 heç. 3, 4, 5-in cəmi nə verər bizə? 12-ni verir. Cəmimiz oldu A variantı. Sonra 13'də isə A-nı B-ni verib bir hasilin 5'ə bölünməsindən alınan qalığı tapın. Uşaqlar diqqət edin. Qalığımız 3'dür. Hardan bildik? Qeyd edirəm. Baxın, A ədədini verib 3579, B ədədini də verib 52862. Mən bilirəm ki, A ədədin B ədədinə vurduqda axırda 2 vur 9 alınacaq. Yəni bu ədədin sonuncu rəqəmi 8 olacaq. Düzdürmü? Bunu bilirəm. İndi sonu 8 olan ədədi mən 5'ə böldükdə qalıqda neçəsə düşəcək? Qalıqda alınacaq 3. Çünki 5'i, sonda 8'i mən 5'ə böləcəm. Ya 18'i böləcəm, ya 28'i, ya 38'i, ta ki 98'e qədər. Sonda qalıq nə olacaq? 3 olacaq. Yəni 8 çıxaq 5, 1 tam düşəcək, sonra 3 qalıq qalır. Cavabımız olar D variantı.
14-də isə ədədin 45% onun hansı hissəsidir? Ədədin 45% onun hansı hissəsidir? Gəlin ədəd tapaq. Hər hansı bir tutaq ki, A ədədi götürək. Onun 45%-ni tapaq. Nə alırıq burada? 0,45. A. İndi deyir, bunun hansı hissəsidir? Həmin ədədi bölsəm 0,45 A-ya nə alıram burada? 100 böl 45 alıram da, düzdür? A-ları ixtisar edirəm. 100 böl 45. Burada nə edir? 5-ə ixtisar etsəm 20 bölək 9. Düzdürmü? Tərs böldüm uşaqlar. 0,45-i 45 A-nı A-ya bölməkdim ki, hissəsini tapım. Bu da eləyəcəkdir 45 bölək 100. Burada alacaqdıq 20-də 9. Cavabımız olacaqdı əslində nə? 20-də 9. Y variantı. Daha sonra 15-də isə deyir 18-in x-i olan nisbəti 12-nin 8 olan nisbətindən x-i tapın. Necə tapaq? Tənasübdə tənasübün kənar həllərinin hasili orta həllərinin hasilinə bərabər olmalıdır. Onda x bərabər nəyə? 18 vur 8 böl 12. Hər tərəfini 6-ya ixtisarləsəm, məxrəcə sürəsi. Burada 2, burada 3 qalar. 3 8 20 böldü 2-yə böləndə qalar 12. Cavabımız olar C bənd. Sonra 16-cı sualda isə baxaq, bu açıq tipli. Şəkilə əsasən deyir NA üstə gələk NB cəmini tapın. Necə tapın? Uşaqlar NA-da neçə element var? Baxın, A çoxluğunun içinə baxın. 2, 3, 5, 6 dənə. NB-də isə 4 dənə. Cəm neçə eləyər? 10 dənə edər. 17-də isə kvadratın tərəfini 9 dəfə artırsaq, perimetr neçə artar? Uşaqlar, baxaq. Bu olsun bizim kvadratımız tərəfi A. Perimetr nədir? 4A-dır. 9 dəfə artırsaq, nə olacaq? Perimetr olacaq 4 vur 9 eləyəcək 36A. Düzdür? İndi nə deyir? Perimetr neçə dəfə artar? Əvvəl 4 aydın olub 36. Neçə dəfə artar? Təbii ki 9 dəfə artar. Deməli 9 dəfə artar. Burada cavab neçə oldu? 16-da cavabımız 10 oldu. Burada da oldu 9. 9 dəfə artar. 18-də isə deyir x ilə y-in cəmi 4, x ilə y-in hasili 3 olarsa, bizdən x-in kubu üstə y-in kublardır o. Kubdur deyəsən, biraz səliqəsiz düşün. Baxaq uşaqlar, açaq. Kublar cəmi necə açılırdı? Deyirdik, x bir dəfə özlərinin cəmi, bir dəfə də ikinci mötərizə. Birincinin kvadratı çıxaq. Hasilləri üstəgə ikincinin kvadratı. Daha sonra birinciyə dəymirəm. İkincini, yəni ikinci mötərizəni bununla bunu ayırıram. X üstəgəl y-in mötərizəsinin kvadratı yazıb çıxaq 2x-i yaza bilərəm. Burada da biri var. Olur çıxaq 3x-i yaza bilərəm. Düzdürmü? Bərabər. İndi x üstə y nədir deyir? 4-dür. Yazıram 4 vura. 4-ün kvadratı çıxaq 3 vura. X-i də 3-dür. Bu da bizə verəcək cavabı. 4 vura. 16-dan 9 çıxanda eləyər 7. Bu da eləyər 28. Cavabımız 28. 19-da isə perimetri 56 cm olan orta xətti 15 olan bərabərli trapesiya. Deməli, bərabərli trapesiyadır. Deyir ki, perimetri 56 cm-dir. Daha sonra orta xətti 15-dir. 15-dir. Bura A, bura B desəm, deməli A ilə B-nin cəminin yarısı mənə 15 verir. Deməli A ilə B-nin cəmi nədir? 30. Düzdür, 2-ni vurdum 15. İndi bura x-dırsa, bu da x. Deməli mən 30 ilə, yəni bu iki tərəfin cəmi ilə 2x toplasam, yəni buranı toplasam, nəyi verər? 56-nı verməli perimetr. 2x bərabərdir 26, x bərabərdir olar 13. Əgər yan tərəfi deyirsə, yan tərəf neçə santimetrdir? 13 santimetrdir. Cavabı da qeyd edirəm. 20-ci sualda isə düz xətt üzərində 4 nöqtə qeyd olunmuş.
1, 2, 3, 4 dənə təsəvvür edin ki, bu nöqtədir. Alınan şüaların sayını. Şüalar düz xətt üzərində n sayda nöqtə varsa, alınan şüaların sayı 2 vuraq n idi. Yəni 2 vuraq 4. Bu da eləyir 8 dənə şua alınır. Şua. Cavabımız elə 8 olaraq qeyd edirəm. Daha sonra isə 21-ə baxaq. 21-də isə nə deyir bizə? Deyir ki, ədəd oxunda 15 ədədindən 3 faiz məsafədəki olan kiçik ədəd tapın. Uşaqlar, ədəd oxumuz burada 15, kiçik ədəd sol tərəfdə yerləşir. 3 nə deyir? 3 vahid məsafə 14, 13, 12. Yəni 15 çıxaq 3. 12 olar. Cavabı qeyd etdim. 12. Daha sonra 22-yə baxaq görək burada nə deyir? 22. Deyir, oturacaqları 3-ə bölüşün trapesiyadır. Trapesiyamızı çəkək. Oturacağı deyir 3A kiçikdir, 5A isə böyükdür. 3A, 5A olan trapesiyanın orta xətti 6-dır. Deməli, mən oturacaqların cəminin yarısını tapanda orta xətti tapırdım. 8A bərabərdir 2 6 12-dirsə, onda A bərabərdir 1 onda 5-dir. Hələ ki görək nədir? Kiçik oturacağı tapın. Deməli, kiçik otacağımız 3A-dır. A-nın da 1 onda 5 tapmışıqsa, 3 vuraq 1 onda 5. Digər 4 onda 5. Cavabımız 4,5 nə santimetr olar. 23-də isə 23. 25 nəfərlik konferans iştirakçılarından 15-i rus dilini, sonra İngilis dilini 11-i, neçəsi? Deməli, 15-i rus, 17-si ingilisini, 11-i hər iki dilə bilir. Deməli, rus ilə İngilisi 11-i bilir. Uşaqlar, buna rusa NA deyirəm. Buna İngilisə NAB deyirəm. Hər ikisini bilənə isə rusun isə NA kəsişmə B deyirəm. Hər ikisini bilərək kəsişdirirəm onu. Bu 11-dir. İndi bizə nə deyir? Təsadüfi olaraq seçilən bir nəfərin. Bizə deyir. Ehtimalı hesabını deyir. Deyir, təsadüfi elə bildim çoxluqdan danışır. Ona görə mən belə dedim. Deyir ki, təsadüfi olaraq seçilən bir nəfərin İngilis və ya rus dili bilməsi ehtimalını hesablayın. 25 nəfərdə ümumi nəyimiz var? Konferans iştirakçıları var. Deməli, təsadüfi seçilən bir nəfərin İngilis və rus dilini bilməsi ehtimalını hesablayın. Gəlin bilək də, uşaqlar. Yadınızdadırsa NA üstə gələk NB çıxaq NA kəsişmə B bizə nə verirdi? NA birləşmə B-ni verir. Deməli, A-nın B-nin birləşməsində 25 nəfərlik konferans iştirakçılarından. Deməli, 25 nəfər NA birləşmə B-yi də düzdürmü? 25 nəfər idi. Bunu biraz səliqəli yazın, başa düşülən olsun. 25 nəfər. NA-mız dedik 15 nəfər rusdur, 17 nəfər ingilisdir. Hər ikisini biləndə neçə idi? 11 nəfər idi. Bu neçə idi? 32, 20, 11 çıxanda 21. Düzdür? 32-dən 11 çıxanda 21-dir. Deməli, 25 nəfər olmalı idi. 21 nəfər dilləri bilir. Mən 25 nəfər olan iştirakçıdan 21 nəfər çıxsam, qalır 4 nəfər. 4 nəfər ümumiyyətlə heç bir dili bilmir. Nə rus bilir, nə ingilis bilir, nə də hər ikisini bilir. Heç bir. Deməli, mən axtaracağım, belə deyək, nə dedi? Təsadüf seçən bir nəfər ingilis və rus bilməsi. Deməli, mən 21 nəfərin içində axtarmalıyam, görüm, hansı bilir, hansı bilmir. İndi ehtimalını necə hesablayacağıq? Biz bilirik ki, 21 nəfər ya ingilis bilir, ya rus bilir. Deməli, 21 nəfəri bölürəm ümumi iştirakçıların sayına, bu bizə verir nəyi? Rus dili və yaxud ingilis dili bilməsi ehtimalı. Neçə eləyəcək bu? 21-in
21'in 4'te 1 də 0'dan 84 eder də. 0'dan 84. Hansısının ihtimali olduğu 0'dan 84. 24'te isə k'nın hansı qiymətində x kvadrat üstə gəl kx üstə gəl k kvadrat çıxar 2k bərabər 0 kvadrat tənin 2 bərabər yox. Tənliyinin hər iki kökü 0'dır. Hər iki kökü 0'dır. Kvadratın hər iki kökü. Deməli x1 də 0'dır. x2 də 0'dır. Deyir k'nın hansı qiymətində? Deməli neyəcəyik? Uşaqlar gəlin belə edək. Bunu ayıraq. Bu bizim deməli x1 ilə x2'nin cəmi mənfi k'dır. x1 ilə x2'nin hasili isə k kvadratı çıxar 2k'dır. Deyir k'nın hansı qiymətində bu kvadrat tənin hər iki kökü 0'dır. K'nın deməli 0 qiyməti var ki, ümumiyyətlə hər iki kökü 0'dırsa, x1 ilə x2'nin cəmi 0'dır. Tutaq ki. Hasillərdə 0 edəcəkdir. Bunda k'nın 0 qiymətində. Camımız 0. 25'də isə deyir ki, A'nın B'ye olan nisbəti 2'nin 3'ə kimidir. B'nin C'ye olan nisbəti 2'nin 5'ə kimidir. Bizə deyir, əkub AC 120 olarsa, B'ni tap. Necə yazaq? Baxaq görək, necə yaza bilərik. Deməli, əkub AC. Yazıram A bərabərdir bundan. A bərabərdir 3'də 2 dənə B. Burada da yazıram. Bunda C bərabərdir 5B bölü 2. İndi A ilə C'ni getirib yerinə qoyacağım. Baxın, buradakı A'nın yerinə bunu yazıram. Yazıram əkub. A'nın yerinə yazıram 3'də 2B. C'ni də özünə yazıram. Bu C'ni yazıram. Bunu yazıram. 5B bölü 2. Bərabərdir bu 120'dir. Neynirəm? Bunu tam ədədə çatdırmaq üçün 6'ya vuracam, məxrəclər yoxa çıxsın. Əgər bunu 6'ya vuracamsa, mən bunu da 6'ya vurmalıyam. Deməli 6 dənə yazıram əkub. 3'də 2B 2'də 5B bərabərdir 6 vuraq 120. Yazıram 720. Daha sonra bunu daxilə vururam. Yazıram əkub 6 deməli 2 4B bu da 3 15B bərabərdir 720'dir. İndi B eynidir. 4 ilə 15'ə əkub nə eləyər? 60 eləyər. Düzdür? 60B bərabərdir 720'dirsə, onda B-ni tapıram. 720'ni 60'a bölürəm. Bir dəfə, 2 dəfə. Düşür 12. Cavabımız oldu. Bizə nə soruşurdu? B-ni soruşur. Cavabımız oldu 12. Bu qədər uşaqlar. Kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Növbəti videoda görüşərik. Sağ olun.